Bismillah, velhamdülillah, və salatu və salamu ala Rasulillah, əmmə bə'd. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Allah subhanahu və teala'ya həmdi sənalar olsun. Kitaba qaldığımız yerdən davam edirik. Yəni, İman Ağzı kitabının qiraətinə və biz gəlib çatmışıq 3-cü fəsilə. Bu fəsildə müəllif bizə imanın faydaları və onun səmərələri haqqında məlumat verir, faydalandırır. Allah subhanahu və teala müəllifə rəhmət eləsin, geniş rəhmət olsun. Və bu kitaba kiçik təəlliq verib Şeyx Süleyman xeyli həfizəhullah. Deməli, müəllif başlayır ki, fi fəvaidil imani və səməratihi. Yəni, imanın faydaları və onun səmərələri. Və təəlliq yazan buyurur ki, ma'rifətun səmərətul imani və bərəkatihi təşəccə'əl mumin ələ ən yuhafidə ələ imanihi və ələ ən yunəmmə imanəhu. Deməli, bir müminin imanın səmərələrini və onun bərəkətini, bir müminin imanın səmərələrini və onun bərəkətini bilməsi, o mümində cəsarət oyadır imanı qorumağa və o imanı artırmağa. Nəyə görə? Çünki mömin imanın səmərələrini və onun faydalarını və onun bərəkətini biləndən sonra təbii ki, bu bilgi ona nəyi sövq edir? Bu imanı qorumağı, hətta onu artırmağı. Və hiyə min əhəmmül umur ən-nəfi'li lil-əbd. Yəni, bu, bir qul üçün ən faydalı, ən əhəmiyyətli işlərdən biridir. Nə? İmanı qorumaq və onu artırmaq mömin üçün ən önəmli və ən faydalı işlərdən, əhəmiyyətli işlərdən biridir. Fəqad zəkərə Şeyx rahiməhullah fiyyə şeyən azimən. Yəni, Şeyx bu fəsildə əzəmətli bir şeyləri zikr etmişdir. Və xulasətu fəvaidil iman təudu ilə rida ər-Rəhman vəl-fəvzu bi cənnətihi. Xulasa olaraq imanın faydaları qayıdır Rəhmanın razılığına və onun cənnətini əldə etməyə. Ennəl mümin yarda ənhullah. Mömin, Allah ondan razıdır. Və izə radiyə ənhu ətəhul xeyr kullə fid-dünya və ətəhul xeyr fil-əxirə. Və yəfuzu bi cənnəti. Və yəişu fid-dünya fi cənnəti və yintəqilu minhə iləl cənnəti. Allah Əzzə və Cəllə mömindən razı qaldıqda ona dünyada bütün xeyirləri verər. Həmçinin ona axirətdə bütün xeyirləri verər. Həmçinin ona cənnəti verər. O dünyada ikən onu cənnətdə yaşadar, həmin o cənnətdən də axirətin cənnətinə yolcu edər Allah Əzzə və Cəllə. Yəişu fid-dünya fi cənnəti ridallahu anhu. Mimmə yəcələhu yəişu həyətən tayyibətən. Dünyada cənnətdə yaşayar. Allahın ondan razı qalması. Yəni, Allah ona dünyadaykən gözəl həyat yaşadar və bu da onun dünyadakı cənnətidir. Və lizəliqi yəqulu Şeyxülislam İbn Teymiyyə və ona görə də İbn Teymiyyə hətta bu söz sələflərə də nisbət olunur. Deyir ki, innə fid-dünya cənnətən. Dünyada bir cənnət var. Mən ləm yədxulhə, ləm yədxul cənnətəl-əxirət. Kim o cənnətə daxil olmasa, axirətdəki cənnətə də daxil olmaz. Cənnətü dünya hiyə cənnətu ridallah. Dünyadakı cənnət Allah Azza və Cəllənin razılığıdır.
ən təsirə fid-dünya vallahu radin ankə. Təsəvvür et, sən dünyada gəzirsən, ərşin fövqündə olan Allah səndən razıdır. Allahu Akbar kəbirə. Ləənnəkə ictəhəddə fi irdaihi. Çünki sən onun razılığını əldə etmək üçün çalışmısan. Allahu yərdə min əbdihi bis-salih qalil. Allah Taala az bir salih əməl edən qulundan razıdır. Və izə ictəhədə əbdu fis-salihati, bir qul salih əməlləri etməyə can atanda, çalışanda fi innallaha cəvvadun kərim. Allah Taala el-cəvvad və kərim olandır. Mən ətəhu yəmşə ətəhullahu hərvələ. Kim Allaha yürüyərək gedərsə, Allah ona iti addımlarla gedər. Əmmə fil-əxirəti və-thəmərətu hiyəl-cənnə. Axirətdəki səmərəsi də cənnətdir. Və həzə xulasətü-thimər. Bu səmərənin xulasəsidir. Kəmə təqəddəm ənəl imanə kəş-şəcərəti-tayyibəti ləti tu'ti ukulhə kulləhinə bi-izni rabbihə. Biz dedik ki, daha öncə də iman ağac kimidir, gözəl ağac kimidir. Hansı ki, o ağac Allahın izni ilə hər daim bəhrəsini verər. Vəl-imanu bərəkətəhu və səmərətəhu və fəvaidəhu kəthirətun mütəəddidətun la tənqətə fi zəməni minəl əzməni ən əhlil iman. Yəni, iman, onun bərəkəti, onun səmərəsi, onun faydaları çoxdur. Həddindən çoxdur. O hansısa bir zaman çərçivəsində mömin onun əhlindən kəsilməz. Yəni, onun faydası, onun bərəkəti, onun səmərəsi mömindən heç vaxt kəsilməz. Hər hansı bir zaman olsun. Və hiyə qulləhə təudu ilə ridallah ənil mümin. Yəni, imanın bərəkətidir, onun faydasıdır, onun səmərəsidir. Qayıdır Allahın razılığına, yəni Allahın mömin qulundan razı olmasına. Və mən radiyallahu anhu əhyəhu həyatan tayyibə. Allah kimdən razı olarsa ona gözəl həyat yaşadar. O kənə fid-dünya fi həyatan tayyibə. O dünyada ikən gözəl həyat içində olar. Və əkrəməhu fil-əxirət bi fəvzi bi cənnətihi və ridvanihi. Allah Taala ona axirətdə də həmçinin cənnətini verər və öz razılığını verər. Fəl-imanu na'imun nufus və həyatul ərvah vəl-həlvətu ləti yəcidühə əl-mu'min fi qalbihi. La tudanihə həlvətu və la tuqəddiruhə mirarətü dünya. İman nəfslərin nimətidir, ruhların həyatıdır. Şirinlikdir ki, mömin onu qəlbində tapır. O elə bir şirinlikdir ki, ona heç bir şirinlik çata bilməz, yaxınlaşa bilməz. O elə bir şirinlikdir ki, dünyanın kədəri, acısını o hiss etməz. Və mən kənə mu'minən billahi, kim Allaha iman edərsə, və qad radiyallahu anhu, Allah ondan razı olar. Əşə fid-dünya həyatan tayyibə. O dünyada ikən Allah ona gözəl həyat verər. Bəl yəişə fid-dünya fi cənnə. Bəli, o dünyada cənnətdə yaşar. Və lihəzə qalə bə'dus sələf. Məhz buna görə bəzi sələflər buyurub ki, İnnəhu yəmurru bi qalbi əvqatı əqulu fiyhə. Deyir, qəlbimdən elə vaxt, elə şey keçir ki, demək istəyirəm ki, İnkənə əhlül cənnə misli hədə, əgər cənnət əhli bu misildənsə, İnnəhum ləfi əyşid tayyib. Onlar həqiqətən gözəl yaşayışdadırlar. Bəzi sələflər buyurur ki, məsəkinu əhlil qafləti xaracu minəd-dünya. Deməli, qəflət əhli olan kimsələr ki var, onlar dünyadan getdilər və mə zəqu ədyəbu mə fiyhə və orada olan ən gözəl şeyi dadmadan, yəni Allaha iman etmədən. Və bəzi sələflər yenə buyurub ki, dünya cənnə, dünyada bir cənnət var, mən ləm yədxulhə, ləm yədxul cənnətəl əxirə. Kim o cənnətə girməzsə, axirətdəki cənnətə də daxil olmaz. Və nəsu yətəvəvutuna fi tayyibil həyat bi hisabi təvəvutu imanəhum. Yəni, insanlar
gözəl həyatda fərqlidirlər. Gözəl həyat yaşamaqda fərqlidirlər. İmanlarının fərqi miqdarında. Kəmə ennəhum yətəvəvutun fin-nəimil cənnə fil-axirə. Bisəbi təvəvvud iman. Necə ki, onlar cənnətdə fərqli mərtəbələrdə, dərəcələrdə olduğu kimi. Çünki onların bu fərqli olması onların imanının miqdarına görədir. Və hədiyil fəvaidu əlləti yəzkurəhəl şeyx, yəni şeyxin bu fəsildə zikr etdiyi faydalar ki var, yətəvəvutu fihəl mümin. Möminlər də bu faydalarda fərqlidirlər. İmanlarının güclü və zəif olması miqdarında. Və müəllif buyurur ki, kəm lil-imani s-sahihi minəl fəvaidi və təmərati əciləti vəl-əciləti fil-qalbi vəl-bədəni vəl-rəhəti vəl-həyəti t-tayyibəti. Buyurur ki, düzgün imanın qəlb, bədən və rahatlıq üçün həm bu dünyada, həm də axirətdə gözəl yaşayış üçün gec və ya tez neçə faydaları və səmərələri vardır. Və kəm li hədihi şəcərətil imaniyyəti minət-təməri əl-yəniəti vəl-cəni əl-ləzizi vəl-uqli daimi vəl-xeyri müstəmirri umurun la tuhsə. Eləcə də bu iman ağacı bir çox yetişmiş meyvələrə, ləziz məhsula, daimi bar verən və davamlı xeyrə və bir sıra digər faydalara malikdir. Və fəvaidu lə tustaqsa və mucməluhə ənəl xeyrətid dünya vəl-əxirəti və dəf'əş-şururi kulləhə min təmərati hədihi şəcərə. Belə ki, əgər bu ağac möhkəm olarsa, yəni daha doğrusu, əgər dünya və axirətdə olan bütün xeyirlər, həmçinin bütün şərlərin dəf edilməsi bu ağacın səmərəlindən sayılır. Yəni, dünya və axirətdə olan bütün xeyirlər, həmçinin bütün şərlərin uzaq edilməsi, dəf edilməsi bu ağacın səmərəsinə görədir. وَلِذَلِكَ أَنَّ هَذِهِ الشَّجَرَةَ إِذَا ثَبَتَتْ وَقَوِيَتْ أُصُولُهَا وَتَفَرَّعَتْ فُرُوعُهَا وَزَهَتْ أَغْصَانُهَا وَأَيْنَعَتْ أَفْنَانُهَا عَادَتْ عَلَى صَاحِبِهَا وَعَلَى غَيْرِهِ بِكُلِّ خَيْرٍ عَاجِلٍ وَآجِلٍ. Belə ki, əgər bu ağac möhkəm olarsa, kökü güclənərsə, qol budaq atarsa, budaqları şaxələnib bar verərsə, gec və ya tez o ağac həm sahibinə, həm də sahibinə qeyrisinə çoxlu, yəni bol-bol xeyir nəsib edər. Burada şeyx əzəmətli bir işə işarə edir. O da nədir? Möminin bərəkəti həm özünə, həm də özündən başqasına olur. Möminin bərəkəti həm özünə, həm də özündən başqasına olur. فَمِنْ أَعْظَمِ ثِمَارِهَا الْاِخْتِبَاطُ بِوِلَايَةِ اللّٰهِ الْخَاصَّةِ التي هي أعظم ما تنافس فيه المتنافسون وأجل ما حصله الموفقون. İmanın ən böyük səmərələrindən biri möminin Allahın xüsusi dostluğundan sevinç duymasıdır. İman. İnnə min a'zami səmərati şəcərətil imaniyyə, yəni iman ağacının ən əzəmətli səmərəsindən biri
İxbatu bi vilayətillahil xassa. Yəni Allahın xüsusi dostluğuna, vilayətinə sevinilməsidir. Allahu huvel veliyyu və huvel mevla və vilayətuhu nəv'ən. Allah möminlərin vəlisi, onların mövlasıdır. Allah subhanahu və teala'nın vilayəti iki növ olur. Bir, bütün qullarına, yəni Allah Taala onları yaradıb, onları ruzi verir, onları əhatə eləyib. İki, xüsusi dostluğuna. O dostluq da nəyə gərəkdirir? Allahın o qulu sevməsinə, onu qorumasına, ona kömək olmasına, ona dəstək verməsinə, onun qəlbini nurlandırmasına, həmçinin onun qəlbinə mutmainlik verməsinə. Allah Azza və Cəllə Qudsi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, Allah Taala buyurur ki, Mən a'dəli valiyyən fəqad ədəntuhu bil hərbi. Kim mənim dostuma düşmənlik edərsə, mən ona hərb elan edərəm. Möminlər, onlar məhz Allahın xüsusi dostlarıdır. Allah Taala möminlərin vəlisidir. Allah Taala təqva əhlinin vəlisidir. İman əhli, onlar üçün xüsusi vilayət var. Hansı ki o xüsusi vilayətlə onlara zikr olunmuş şeylər nəsib olunur. İmanın ən əzəmətli səmərəsindən biri Allahın xüsusi dostluğunu əldə etməkdir. Hansı ki o insan o dostluğu ilə, o xüsusi dostluqla dünyada yaşayır, haqq nur üzərində. Hansı ki onun qəlbi zülmətlərdən salamat qalır. Hansı ki insan o vilayətlə qəlbi mutmain olur. Onun qəlbində zülmət olmur. Onun qəlbində qorxu olmur. Onun qəlbində hüzün olmur. Çünki Allah onun vəlisidir. Allah Azza və Cəllə buyurur ki, Ələ innə əvliyəəllahi lə xavfun əleyhim və lə hum yəhzənun. Allahın dostlarına bilinsin ki, Allahın dostlarına nə qorxu var, nə də hüzün var. Sümmə vəsəfəhum bi qavlihi. Sonra Allah Taala onları vəsf edir. Kimdir Allahın dostları? Əl-ləzīnə əmənu və kənu yəttəqun. O kəslər ki, Allaha iman edib və ondan qorxur. Allah iman gətirənlərin dostudur. Təqva əhlinin dostudur. Onlar üçün qorxu yoxdur irəlidə və onlar üçün kədər də yoxdur irəlidə. Onlar qəlbi mutmain olan bir əhldir. Onlara həyəcan, kədər, təlaş yoxdur. Çünki onlar yəqin əhlidir. Yəni onlar Allah qatında, Allahın yanında olanlardan yəqindilər. Onlar keçmişə görə kədərlənməzlər. Çünki onlar bilir ki, həmin o möminlər, həmin o təqva sahibləri, onlara baş verəcək şey onlardan yan keçəsi deyil və yaxud da onlara gəlməyəcək şey onlara isabət edəsi deyil. Yaxşı, bu uca məqama sahib olan o evliyalar kimdir? Əl-ləzīnə əmənu və kənu yəttəqun. O kəslər ki, iman edib və təqva əhlidirlər. Əl-ləzīnə əmənu, o kəslər ki, iman edib. Yəni, fəəlü təət və əcəlluhə ət-təvhid.
Yəni, o kəslər iman edib. Yəni, o kəslər ki, itaət edib və onun o itaətin ən ucası nədir? Tövhid. Və kənu yəttəqun və təqva əhlidir. Yəni, haramlardan və şərlərdən çəkinirlər. Şirkdən çəkinirlər. Haramlardan çəkinirlər. O haramın da ən şərlisi nədir? Şirk. Daha sonra müəllif buyurur ki, və kullu mu'minin təqiyyin huvə lillahi valiyyun vəlayətən xassətən və min səmərətihə mə qaləhullahu ənhum Allahu valiyyullezine amenu yuxricuhum minəz-zulümati ilən-nur. İmanın digər səmərəsi Allah Azza və Cəllənin möminlərə himayədar olmasıdır. Hər bir mömin təqva əhlidir. Allahdan qorxan hər bir mömin Allahın xas dostudur. Allah Azza və Cəllə buyurur, növbəti, yəni imanın faydası barəsində buyurur ki, Allah iman gətirənlərin himayədarıdır. Yuxricuhum minəz-zulümati ilən-nur. Onları zülmətdən nura çıxardar. Yəni, onların qəlbində nur edər. Onların qəlbində zülmət olmaz. Allahın xüsusi dostları ki var, hansı ki onlar iman edib, hansı ki onlar təqva əhlidir, hansı ki onlar çalışır ki Allahın dostluğunu əldə etsinlər, fitnənin ən zülmətli anında onlar nur içindədirlər. İnsanlar çaşqınlıq içində olarkən, yəni dünyada baş vermiş çaşqınlıqlar içində olarkən, istər dünyəvi, istər dini məsələlərdə, onlar nur üzərindədir. Çünki Allah onların qəlbini nurlandırmış və onları zülmətlərdən nura çıxartmışdır. Ey, yuxricuhum minəz-zulümətil kufri ilən-nuril iman və min zulümətil cəhli ilə nuril ilm və min zulümətil məasi ilə nuril təat və min zulümətil qafləti ilə nuril yəqazəti və zikr və hasilu zəlik ənəhu yuxricuhum minəz zulümətil şururi əl-mütənəvviəti ilə mə yərfəuhə min ənvaril xeyril əcili vəl-əcil. Yəni, Allah möminləri küfrün zülmətlərindən iman nuruna, cahilliyin zülmətlərindən elmin nuruna, günahların zülmətlərindən itaətin nuruna, belə qəflətin zülmətlərindən ayıq olma və zikr nuruna çıxarar. Nəticə etibarilə də Allah onları müxtəlif növ pisliklərin zülmətlərindən çıxararaq dünya və axirətdə olan xeyir nurlarına çatdırar. وإنما حازوا هذه العطاء الخزيل بإيمانهم الصحيح وتحقيقهم هذا الإيمان بالتقوى فإن التقوى تمام الإيمان كما تقدم تحقيقه. Onlar bu uca məqama yalnız və yalnız səhih imanları və bu imanı təqva vasitəsilə həyata keçirmələri sayəsində nail olmuşlar. Çünki təqva imanın kamilliyindəndir. Yəni, Allah Teala onları küfrün zülmətlərindən çıxardar, imanın nuruna aparar. Bu imanın əldə etməkdə əslidir. Yəni, Allah Teala iman etmədin Allaha, Allah səni küfrün zülmətlərindən imanın nuruna çıxardar. Bu imanın əslidir. Sonra o imanı qoruyar sənin üçün.
sonra sabit qalarsan o imanın üzərində. Daha sonra müəllif buyurur ki, وَمِنْ ثَمَرَاتِ الْإِيمَانِ الْفَوْزُ بِرِضَى اللّٰهِ وَدَارِ كَرَامَتِهِ. İmanın bir digər səmərəsi də Allah Taala'nın razılığını və cənnətini qazanmaqdır. Allahu Akbar. Allah Taala sevir və razı qalır. Həmçinin sevilir və razı qalınır. İmanın faydalarından biri də Ənəllaha əzzə və cəllə yərdə ən əbdihi fid-dünya vəl-əxirəti. Allah qulundan dünya və axirətdə razı qalmasıdır. Fəl-mü'min əl-muttəqi yərdəllahu anhu. O mömin ki var, təqva əhli olan mömin, Allah ondan razıdır. Allah Teala buyurur ki: "Vəs-sabiqunəl əvvəlun minəl muhacirin vəl-ənsar vəllezîne ittəbi'uhum bi-ihsan radiyallahu anhum və radu anhu." O hamını ötüb keçən muhacirlər və ənsarlar ki var və onlara gözəl şəkildə tabe olanlar ki var, Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Həzə fid-dünya. Bu dünyadadır. Və radallahu vən-naimul mutlaq. Allahın razılığı mütləq bir nemətdir. وَلِذَا كَانَ مِنْ أَعْظَمِ مَا يُنْعِمُ اللّٰهُ بِهِ عَلَى أَهْلِ الْجَنَّةِ أَنْ يُنْعِمَ عَلَيْهِمْ بِرِضْوَانِهِ. Məhz buna görə də Allah Azza və Cəllənin cənnət əhli üçün verdiyi ən əzəmətli nemət onlardan razı qalmasıdır. Cənnət əhli, Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Bu mütləq bir nemətdir. Allah Azza və Cəllə buyurur ki: وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ أُولَئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ. وعد الله المؤمنين والمؤمنات جنات تجري من تحتها الأنهار خالدين فيها ومساكن طيبة في جنة عدن ورضوان من الله أكبر ذلك هو الفوز العظيم. Allah Azze və Cəllə buyurur ki, mömin kişilərlə mömin qadınlar biri-birinin dostlarıdır. Onlar insanlara yaxşı işləri görməyə buyurur, pis əməllərə qadağa qoyur. Namaz qılır, zəkat verir. Allaha və onun elçisinə itaat edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara ağacları altında çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə, fikir verin, Allahın razılığı isə daha böyükdür. Bu böyük uğurdur. Və ridvanu minallah əkbər. Allahdan olan razılıq daha böyükdür. Və nəlu rida rabbihim və rəhmətuhu vəl-fəvzə bihədihil məsəkinət tayyibə bi-imanihimilləzi kəmməlu bihi ənfusəhum və kəmməlu qeyrəhum bi-qiyamihim bi-tə'atillahi və rasulihi vəl-əmri bil-mə'rufi və nəhə anil-munkər və istəvləv alə əcəlli əl-vəsaili və əfzəlil gayəti və zəlikə fədlullah. Onlar bu razılıq ki var, yəni Allahın razılığını, onun rəhmətini və yaxud da gözəl məskənləri öz imanları sayəsində qazanmışlar. Yəni o iman ki onlar, yəni onun vasitəsilə, həmin o iman etdiba, o vasitəsilə həm özlərini, həm də qeyrilərini kamilləşdirərək Allah və onun rəsuluna itaat etmiş, insanlara yaxşı şeyləri, yaxşı işləri görməyə əmr etmiş, dəvət etmiş və pis işlərdən çəkindirmiş, uzaq durmağa əmr etmiş. Bununla da, bax bu şeylə də
onlar uca məqamlara çatmışdır və bu da Allahın onlara verdiyi lütfdür. Həmçinin Allah ayədə buyurur ki, وَرِدْوَانٌ مِنَ اللّٰهِ əqbər. Allahdan olan razılıq ki var cənnət əhlinə. O daha böyükdür. O gözəl məskənlərdən, cənnətdə olan gözəl məskənlərdən, çaylardan, əzəmətli bağçalardan daha böyükdür Allahın razılığı. Çünki o mütləq nemətdir. Allahdan mənə və sizə bu neməti arzulayıram və dua edirəm ki, Allah bizə versin. Həmçinin وَمِنْهَا أَنَّ الْإِيمَانَ الْكَامِلَ يَمْنَعُ مِنْ دُخُولِ النَّارِ وَالْإِيمَانَ وَلَوْ قَلِيلًا يَمْنَعُ مِنْ خُلُودِ فِيهَا. Yəni, imanın ən böyük nemətlərindən biri də, imanın faydalarından biri də, kamil imanın sahibini cəhənnəm odundan qorumasıdır. Həmçinin az bir iman onu orada əbədi qalmaqdan qoruyur. فَإِنَّ مَنْ آمَنَ إِيمَانًا أَدَّ بِهِ الْوَاجِبَاتِ وَتَرَكَ الْمُحَرَّمَاتِ فَإِنَّهُ لَا يَدْخُلُ النَّارَ كَمَا تَوَاتَرَتْ بِذَلِكَ الْأَحَادِيثُ الصَّحِيحَةُ عَنِ النَّبِيِّ صلى الله عليه وسلم بهذا الأصل كما تواتر عنه أنه لا يخلد في النار من في قلبه شيء من الإيمان ولو يسيرا. Yəni, azacıq miqdarda olsa belə, az bir iman, zərrə qədər bir iman sahibini cəhənnəmdə əbədi qalmaqdan qurtarar. Əgər birisinin imanı onu yalnız vaciblərə riayət edib, haramlardan çəkindirərsə, o ümumiyyətlə Allahın izni ilə cəhənnəm oduna girməyəcəkdir. Bu barədə Allah Rəsulundan saysız hesabsız mütəvatir hədislər var. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemdən rəvayət olunur ki, qəlbində zərrə qədər olan iman, kimdə varsa o iman, o cəhənnəmdə əbədi qalmaqdan qurtulacaq. Yəni, bu da imanın faydasıdır. O iman ki, səni vacibləri yerinə yetirib, haramlardan çəkindirirsə, onun faydası ümumiyyətlə cəhənnəmə düşməyəcək. O iman ki, zəifdir, azdır, onun da faydası var. O mənada ki, cəhənnəmə düşsən, orada əbədi qalmayacaqsan. Allah Azza və Cəllədən istəyirəm ki, bizə öz imanımızı qorumağa, onu artırmağa müvəffəq etsin, salih əməllərə can atmağa bizə müvəffəq etsin, imanımızı qoruyub onu artırmağı, o imanın faydalarından, o imanın səmərələrindən, o imanın bərəkətindən özümüzə və digərlərimizə təsir etməsini Allah Teala bizə nəsib etsin. Həqiqətən o buna qadirdir. Barakallahu fikum. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.